Verilmiş reaksiyada başlanğıc maddələrin qatılığını 2 dəfə artırdıqda reaksiya sürəti 16 dəfə artır. Dərinlikdə B qazının əmsalını tapmaq tələb olunur. Bunun üçün bizə reaksiya sürətinin kinetik tənliyi lazım olacaq və bərabərdir K vurulsun birinci maddənin qatılığı vurulsun ikinci, yəni B maddənin qatılığı əmsalı x-dır, qüvvət üstündə də x-i göstəririk. Deməli, başlanğıc maddələrin hər birinin qatılığını 2 dəfə artırsaq, onda yazırıq. Deməli, V bərabərdir K vurulsun 2 CA vurulsun. Deməli, 2 dəfə də B-ni artırırıq və sürət 16 dəfə artması üçün, deməli, biz burada qüvvət üstündə 2-ni 3 götürsək, burada deməli olacaq 2 qüvvət üstündə 3 8-ə bərabərdir və 8-i 2-yə vursaq 16 cavabını almış olarıq. Beləliklə, burada sürət 16 dəfə artacaq kvadratda. Beləliklə, burada B maddəsinin əmsalı 3 olmalıdır. Gördüyümüz kimi 3 olmalıdır. Doğru cavab B bəndi olacaq.